Salam dostlar, bugünkü mövzumuz xüsusilə də şəhərdə yaşayanlar üçün ən ağırlı mövzulardan biridir. Tıxac məsələsi. Tıxac məsələsi ilə bizim həmsöhbətimiz Aslan Əsədov olacaq, nəqliyyat eksperti. Asif Mehman və mən Ceyhun Mustafayev bugün Aslan bəylə bu mövzuda xeyli danışacağıq. Salam Aslan bəy. Salam, hər vaxtınız xeyir olsun. Mən də sizi salamlayıram. Xoş gördük. Hər vaxtınız xeyir. Tıxac Bakının ən böyük dərdidir də Aslan. Bunu bilirik. Çünki gündə orta bir paytaxt sakini 2 saata yaxın vaxtını məhz tıxaclarda yol məsafəsini qət etməkdə itirir və uzun müddətdir bu məsələ ilə bağlı çox danışılıb ki, tıxacın həlli nədir Bakıda? Ümumiyyətlə, bəlkə Bakının özü ilə qurulub gələ biz tıxaclara ömürlük məhkumuq. Yəni həm şəhərin özündə yaşayan, həm mənim kimi Masazırdan, yəni kənardan gələnlər bu problemi hər gün yaşayır. Həm səhər işə gələndə, həm axşam evə qayıdanda. Yəni biz bunun qısaca səbəbləri nədir və nə etsək bunu daha da azalda bilərik? Yəni fərdi maşınlardan imtina etmək olar, alternativ yollar olar. Yəni nədir də bunun çarəsi? Azərbaycanda, xüsusən Bakı şəhərində tıxacın qısaca mən tarixinə nəzər salmaq istəyirəm. Bu tıxac sözü 2000-ci illərin əvvəllərində meydana gəldi. Hansı ki, Azərbaycan Respublikası güclü və keçid iqtisadi dövrünü keçdi. Azərbaycanda böyük bir maliyyə gəlirliyi, insanların ümumdaxili məhsulunun yüksəlməsi və belə desək, vətəndaşlarımız Sovet vaxtını, Sovetlər dövründə və keçid dövründə olan insanlarımız varlandı, imkanlaşdı. İqtisadi gücün sayəsində və aparılan iqtisadi uğurlu, səmərəli faydalıqlar nəticəsində. Nə baş verdi? Vətəndaşlar imkanlaşdı, valyuta dövrəyə girdi, daxil oldu və bununla bərabər pul imkan, yəni pul olanda, valyuta olanda birinci insan nə edir? Məskunlaşmasını yaradır və digər təbii ehtiyaclarını, maşın, ev, digər maşın həyatını komforta salır. Komforta salır və Bakı şəhəri də milyonluq şəhərlər statusunda olan bir şəhərdir, müharibədən çıxmış bir şəhərdir, əlavə yüklənmiş bir şəhərdir və Bakı dünyaya açılım etdi və Azərbaycanın paytaxtı olmaqla yanaşı cənab prezidentin bir sözü var. Dedik, Azərbaycan bütün Azərbaycanlıların vətənidir və biz təsəvvür edirik ki, 50 milyonluq bir Azərbaycanın bir paytaxtına çevrildi Bakı və yükləndi, davam etdi. Hansı ki, binalar inşa olundu, binalar inşa olunmaqla yana göydələnlər, komplekslər, amma yol infrastruktur buna cavab verə bilmirdi. O vaxta qədər 2005-ci ildən etibarən cənab prezidentin ilk sərəncamı oldu və bu sərəncam Atatürk prospektində, 20 yanvar Moskva prospektində, 20 yanvar metrosunun yaxınlığında, sonra Heydər Əliyev prospekti yol qovşağı, sonra Koroğlu metro stansiyasının etibarən deməli hava limanı istiqamətində yeni yol ötürücülər və körpülər, digər mühəndisi qurğular, yolların inşası başlandı. Sürətlə getdi. Hətta elə bir dövrə çatdı ki, demək olar ki, mən o dövrləri xatırlayıram. Bakının hər bir ərazisində tikinti, yenidən qurma, yol infrastruktur işləri gedirdi. Bu hardasa bir 7-8 il davam etdi. Amma davam etdi, müəyyən dərəcədə tıxaclar azalırdı. Hansı ki, həftənin çaspit vaxtları, yəni qeyri-iş vaxtları, istirahət vaxtları, bayram vaxtları tıxac görünmürdü. Və günün müəyyən bir elementi, saatı var idi ki, bu vaxtlar tıxac olurdu, amma sonra olmurdu. Hansı ki, proseslər daha da sürətləndi və Bakı şəhərinin, mən
deyim sizə 2019-20-ci illərdən etibarən hansı ki Bakı şəhəri bildiyimiz regionda olan proseslər, yeni Bakı şəhərinin infrastrukturunun modelləşməsi, xaricdə yaşayan azərbaycanlıların daha çox Bakıda ev almaq, mənzil almaq, regionun, qonşu ölkələrin və digər səbəblər Bakı şəhərinin əhalisinin hal-hazırda rəsmi və qeyri-rəsmi olaraq 4 milyon, qeyri-rəsmi olaraq 6 milyona yaxın etdi. Və bura turistlər daxildir, digər elementlər daxildir. Amma yol infrastrukturu, yəni mövcud olan, inşa edildi, tikilən tikildi, qurulan quruldu. Amma davam edə bilməli. Biz nə etməliyik? Biz Bakı şəhərinin necə deyirlər, əlavə biz coğrafi mövqeyinə baxsaq, Bakı şəhərinin coğrafi mövqeyi yəni bizim istədiyimiz səviyyədə deyil. Niyə? Dəniz və alçaq tipli dağ sisteminin təxminən 200 metrdən yuxarı olmayan alçaq tipli dağlar sisteminin Bakı ətrafında olduğu üçün infrastruktura ziyan vurdu. Və mən bir məsələni də xüsusən qeyd edim ki, Bakı şəhərinin əhalisinin yox, ərazisinin təxminən 2000 kvadrat kilometrə yaxın olmasına baxmayaraq, cəmi bunun 1/3-də əhali yaşayır. Yəni Qaradağ rayonu Bakı şəhərinin ən azından yarısı qədər olan bir rayondur, amma boş, çöllük bir ərazilərdir. Abşeron rayonu daxil deyil, olmasa belə, amma Bakı ətrafı qəsəbələrdə məskunlaşma yəni bərabər paylanılmayıb da. Bərabər paylanılmayıb. Bakı şəhərinin təxminən 15-20 kilometr məsafədə olan qəsəbələrdə şəhərin mərkəzinə əlaqə var, amma digər ərazilər ki, var ki, orada yəni məskunlaşma yoxdur. Buna Xəzər rayonu ərazisi də daxil etmək olar, Sabunçu rayonu ərazisini daxil etmək olar ki, yəni boş torpaqlar daha çoxdur. Bu da öz növbəsində digər bir problemi ortaya çıxartdı, işçi qüvvəsi məsələsi. Məsələn, Bakı şəhərinin bugünkü gün müşahidələrimə və analizlərimə əsasən mən bunları deyirəm. Bakı şəhərinin mərkəzi hissəsinə, yəni şəhərə daxil olan işçi qüvvəsi Bakı ətrafı qəsəbələrdən gəlir. Yəni bu da ona görə idi ki, hansı ki iqtisadi sıçrayış baş verəndə Bakı şəhərinin ərazisində torpaq qiymətləri baha idi, Bakı ətrafı qəsəbələrdə və məskunlaşan ərazilərdə torpaqlar ucuz idi. Təxminən mərkəzə yaxın bir ərazidə bir otaqlı evin qiymətinə istədiyin ölçüdə, istədiyin mərtəbədə, məsəl üçün 2 mərtəbə, 3 mərtəbə civarında bir ev inşa etmək olardı. Hansı ki, Bakı şəhərinin ərazisinin şəhər mərkəzə yaxın ərazilərdən söhbət gedir. Və bu da tikinti şirkətlərini həvəsləndirdi. Yəni torpaq var, ucuz var, infrastruktur qurulacaq, dövlət quracaq, belə arxayınçılıq yarandı. Amma yəni müştəri də var. Ev inşa edirəm, evi alanda var, məskunlaşma da var. Bu da öz növbəsində Bakı ətraflı qəsəbələrin təxminən Xırdalanın qəsəbi olan bir Xırdalanın şəhərə çevirdi. Hansı ki, əhalisi 20 min, 15 min olan Bakı ətrafı qəsəbələrin artıq 100 min, 50 min, 80 min, 70 min olan bir qəsəbələrə çevrildi. Ona görə də bu ondan etibar edir və regional olaraq, infrastruktur olaraq dağlıq və təpəlik ərazilər olduğu üçün yeni yollar inşa etmək mümkün deyil və mühəndislər, digər bu sahədə çalışan şəxslər üçün də əlavə yüklərdir. Başqa bizim əlimizdə nə qalır? Mövcud olan nəqliyyat infrastrukturunda olan nəqliyyat elementlərinin komponentləşdirilməsi. Nədir bu? Metro ilə metronun daha gücləndirilməsi, taksi fəaliyyətinin təkmilləşdirilməsi, avtobus xətlərinin, İctimai nəqliyyat məsələsidir. İctimai nəqliyyat məsələsinə əslində biz toxunacağıq ayrıca. Mən ümumilikdə nə demək istəyirəm? Demək, biz deyə bilərik ki, məskunlaşma, yəni Bakı bir Bakıdır da, biz bunu dəyişə bilmərik. Yəni bu oyun deyil də, biraz sağdan dartaq, biraz soldan dartaq, Bakı böyüsün, insanlar rahat məskunlaşsın. Məsələn, bir 2 mərtəbəli yataqxana sökülür, yerində bir 10 mərtəbə bina tikilir, məsəl üçün. 5 mərtəbəli köhnə bina sökülür, yerində 20 mərtəbəli tikilir. Bu da indi öz növbəsində məntiqlə düşünəndə artıq ailə sayını, avtomobil sayını artırır. Bu da ki, yəni Bakı dəyişmir, Bakının içi dəyişir. Sadəcə bu da
avtomatik bir tıxacın yaranmasına bir səbəb kimi ola bilər. Amma gəlin bunu bir üç sözlə ifadə edək də bu məskunlaşma məsələsini ifadə eləsək nə deyə bilərik? Yəni tıxacın sırf səbəbi nədir? Əsas təməl səbəbləri. Məskunlaşma bir, Yolların hərəkəti buraxılma qabiliyyətinin aşağı düşməsi və nəqliyyat vasitələri arasında istər ictimai nəqliyyat olsun, istər digər şəxsi nəqliyyat var. Ümumiyyətlə, yəni bütün nəqliyyat vasitələri arasında bir koordinasiyanın təşkil edilməsi. Mən metrodan, hər hansı bir metrodan, Elmlər Akademiyasından, yəni yer üzərinə qalxıram, çıxıram bayıra. Mən gəlib görməliyəm ki, avtobus məni gözləyir. Mən avtobus məni gözləyirsə, mən avtobusa minib gedirəmsə, mənim yolda olan məsafəm minimuma enir. Amma mən gəlib saatlarla avtobus gözləyirəm. Avtobus dolu gəlir, minmək olmur və ya yer olmur, qapılarını açmır, gəlir düz keçir. Bu kimi proseslər olanda artıq koordinasiya pozulur. Mən inandırım, birinci tıxac insanın tıxacından, piyadanın tıxacından yaranır. Yəni hər bir şəxs, yəni istənilən sürücü piyada ola bilər, amma istənilən piyada nəqliyyat vasitəsi ola bilməz. Yəni hamının maşını ola bilməz. Amma hamı maşından avtomobildən düşüb piyada yeriyə bilər və onlar üçün bir perspektiv vəd etmək, piyada yollarının sayını artırmaq, daha çox insanın ümumiyyətlə layihələndirmədə və hərəkət təhlükəsində bir element var. Avtomobilləri yol hərəkət hissəsinə, yollardan avtomobilləri qovmaq, piyadaları yollardan çəkindirmək. Nədir məsələ? Bunun yəni söz ilə hərfi tərcüməsi belədir. Digər dillərdən tərcüməsi belədir. Nədir? Mən evimdən çıxıram, verilişə gəlirəm və ya hər hansı bir iş başına gəlirəm. Mən nə qədər az məsafə qət edib, tez zaman ərzində gəlib çatıb bura, işimi həll edib gedəcəmsə, bu nəqliyyatın uğurudur. Amma mən nə qədər yolda qalacağam, 2 marşrut dəyişəcəyim, 2 avtobus dəyişəcəyim, 1 metro, artıq mənim xərcim də çıxır, artıq zamanım da çıxır və görəcəyim işin də qiyməti qalxır. Biz bilirikmi və bilmək də istəyirik ki, tıxacın iqtisadi cəhətdən vurduğu zərərləri, yəni yük daşımaya təsiri, psixoloji durumu, insanların yanacaq və sütkü materiallarının alıcılıq qabiliyyətinə təsiri, insanların iş əmsalına təsiri. Bəzən olur ki, insan işə gedənə qədər, çatana qədər yorulur. Tıxacda qalır, yorulur. Bu təbil insan, yəni mən bunu 25-45 yaş arasında, insanlar arasında müşahidə etmişəm və özüm üçün kiçik bir sorğu şəklində qənaətə gəlmişəm ki, adam deyir, mən yolda tıxacda yoruluram, gəlib çata bilmirəm. Artıq mənim iş əmsalım düşür. Mən elə bu məsələyə toxunmaq istəyirəm aslında. İndi ictimai nəqliyyatın əlçatanlığını dedik. Bu istiqamətdə işlər görülür. Yəni yollarla bağlı belə deyək də, həll yolu yoxdur. Bütün Bakıda mərkəzi yolların, rayon daxili deyək yolların hamısının qırağında obyektlər var, restoranlar var. Yəni bunları söküb yolu enlədə bilmərik. Yolun enlənməyi məsələsi Bakıda mümkün deyil. Bu bir mənalı. Yeni yol hardansa çəkilə bilər bəlkə, amma mövcud infrastrukturda yolu genişləndirmək demək olar ki, mümkün deyil və çox baha başa gələcək. Bu problem də təkcə bizim başımıza gəlməyib. Yəni dünyanın inkişaf etmiş şəhərlərinin, böyük şəhərlərinin tıxac ən böyük bəlasıdır. Bu Avropada da olub, yəni böyük şəhər İstanbulun özündə də olub, yəni bizə yaxın regional olaraq deyirəm. Hər yolu ictimai nəqliyyatın siz vurguladığınız kimi əlçatanlığıdır. Bu gün işlər görülür. Avtobus zolaqları çəkilir, velo zolaqları çəkilir və belə deyək də, sadalanan fikir ondan ibarətdir ki, vaxt lazımdır, zaman lazımdır. Amma mən bu məsələyə belə yanaşmıram. Yəni bu bir iqtisadi islahat deyil. Biz oturaq gözləyək 5 il ki, bizim tıxaclarımız azalacaq və yaxud bu təhsil islahatı deyil. 5 il gözləyək ki, bu effektiv nəticə verəcək. Bu yoldur, yol ya düzdür, ya da əyridir. İnsanlarda belə bir yanlış fikir formalaşıb ki, daha doğrusu formalaşdırılıb. Yeni metro stansiyaları açılacaq, sıxlıq azalacaq. Bu belə deyil. Yeni metro stansiyalarının açılmağı əslində metroda sıxlığı artırır. Yəni deyək ki, biz Xocəsəndə yeni bir stansiya açmışıq. Metronun əslində yüklənməyini artırır da. Xocəsəndə qalan deyək ki, avtobusa minib gəlirdisə, metroya daxil olub metroya gələcək. Elmlər stansiyasında sıxlıq azalmayacaq ki, artacaq.
Deməli metroda yeni stansiyaların açılmağı sıxlığın həlli deyil. Metro elə necə görürüksə elə də olacaq. İndi bu istiqamətdə siz yəqin ki, məlumatlısınız bizdən daha çox. Hansı işlər görülür, hansı bəlkə səhvlər var, prosesi necə sürətləndirmək olar? Birinci növbədə mən bir neçə müşahidələrimi əsasən, yəni xarici müşahidələrimi və xarici praktikanı əsas götürürəm. Çünki biz dünyanın bir parçasıyıq və dünya nəyi yaxşı edirsə biz onu etməliyik. Birinci növbədə paytaxtın yüklənmə məsələsini azaltmalıyıq. Bu da nədir? Bu bir neçə dövlətin qurduğu bir strategiyadır. Artıq İstanbulda olan tıxaclar ənənəvi və ənənəvi tıxaclarla bərabər də həllini tapan tıxaclardır. Amma Bakıda, yəni artıq mən sizi dinləyirəm və ümidsiz sizin timsalda ümidsiz kimi yanaşırıq ki, tıxacın həlli yoxdur. Bunun üçün bir məsələ nədir? Paytaxtın mən köçürülməsini də tərəfdarı deyirəm, amma şəhərlərin, bölgələrin iqtisadi inkişafının daha yüksək səviyyədə olmasını. Misal üçün, bu gün Azərbaycanın yüksək keyfiyyətli və yüksək arqumentli bir şəhərləri var. Bu gün elə bir kompensiya, deməli, elə bir proqram və bu da gəlir öz başında, yəni işin sonunda iqtisadi islahatlardan və dövlətin özünün, necə deyirlər, təşkilatı və təşkilindən, o cümlədən dəstəyindən ibarətdir. Necə? Paytaxtın köçürülmə effekti verməyəcək. Hər hansı bir paytaxtı biz köçürsək, burada olan Aslan Əsədov buradan keçəcək digər bir şəhərə, X şəhərinə. Yəni biz buranı boşaldıb yenə də binalar tikiləcək, inşa olunacaq və s. Həmin adam getdi yenə ora. Amma bu biz insanların psixologiyasında şəhər konsepsiyasını hazırlamalıyıq. Yəni mən sorğu keçirdim Türkiyədə olanda vətəndaşlardan ki, İzmir, Ankara, Trabzon, əyalət şəhərlərindən və mərkəzi şəhərlərindən sən evini satıb Ankaraya gedərsənmi? Ankarada yaşayandan soruşurdum, İstanbulda yaşayarsanmı? Antalyada yaşayan şəxsdən soruşurdum, İstanbulda, Trabzonda yaşayarsan? Dedi, xeyr. Niyə? Dedi, qardaş, mənim burada işim var, evim var, qazım, suyum, dənizim, gölüm, hər bir şəraitim var. Mənim İstanbulda nə işim var? Mən evimdən oturmam, ata yurdum, baba yurdum. Bugün həmin paytaxt kompensasiyasını, fikrini insanlardan çıxartmaq lazımdır. Bugün bölgələrdən danışanda insanlarımız fikirləşir ki, bölgədənsən, sən ancaq əkməlisən, becərməlisən, kartof əkməlisən, tərəvəz bitkilərini becərməlisən, bölgədənsən. Bu beyindən çıxmalıdır. Şəhər kompensiyası, şəhərin bizim şəhər, yəni tarixlərimizə baxsaq, şəhərlərin tarixi heç başının yaranma tarixindən geri qalmır. Gəncə şəhərinin özünün konsepsiyası var. Bakı şəhərindən də qədimdir. Sonra Bərdə şəhəri var, Qəbələ şəhəri var, Şamaxı şəhəri var və ümumi olaraq bu şəhərlər bir konsepsiya halında hazırlananda artıq orada yaşayan şəxs onun üçün fərqi olmur. Orada da metro olanda, orada da hər hansı bir iş olanda, infrastruktur olanda, istədiyini orada tapanda onun üçün bir yəni əhəmiyyəti daşımır ki, Bakıya ən azından gələ bilər istirahət üçün. Necə ki, Quba, Xaçmaz və yaxud digər dəniz, Lənkəran, Astara zonasına, yəni bölgəsinə istirahət üçün gəlir. Bakı şəhərində də konsertə baxmağa, futbola baxmağa gəlir. Yəni insan üçün fərq. Birinci biz bunu beyinlərdən bunu yəni yenilənməliyik. Həmin Bakıda olan inşa edilən bina niyə də Gəncə şəhərində olmasın, niyə də Şirvan şəhərində olmasın, Mingəçevir şəhərində olmasın, Şəki şəhərində olmasın. Ərazi var, infrastruktur var. Yəni Bakı şəhərində bu gün kanalizasiya şəbəkəsinin çəkilməsinə misal üçün deyirəm, 10 milyon xərclənsə, bu Şəki şəhərində 1 milyon, 2 milyona başa gələn bir şeydir.
və yaxud digər Gəncə şəhərinin özünün potensialı da var. İşğaldan indi mən burada bir konsepsiya var və bu konsepsiyanı mən dəstəkləyirəm. İşğaldan azad olunmuş ərazilərdə, xüsusən Ağdam şəhəri, yəni sıfırdan qurulan şəhərdir. Ağdam şəhərini biz Allah bütün şəhidlərimizə rəhmət eləsin. Təbii ki, biz onların sayəsində və dövlətimizin sayəsində biz bu torpaqlara qayıda bildik. Bu infrastruktura baxanda bu gün Bakı şəhərində mövcud olan və yarımçıq qalan infrastruktur orada təkrar olunmamalıyıq. Sizcə şəhərlərdə, yəni Bakıdan kənarda, Azərbaycanın X şəhərlərində iş yerləri artırılsa, məsəl üçün mən jurnalistikada ixtisasım mənim. Mən məsəl üçün öz doğulduğum rayonda jurnalist kimi fəaliyyət göstərə bilmərəm. Yəni çünki orada məhduddur da, yəni orada maksimum o region üçün bir jurnalist lazımdır. Hər ildə bizdə müxtəlif universitetlərdən bəlkə bir 90 nəfər, 100 nəfər jurnalist məzun olur. Yəni mən məcburam ki, işi Bakıda axtarım. Mənim kimi o 100 nəfər də məcburdur Bakıda axtarsın. Çünki bütün kanallar Bakıdadır, bütün saytlar Bakıdadır. Bax, bu tip iş yerlərinin sayı hansı ki, o ixtisaslar o rayonlarda olmur. Siz deyirsiniz ancaq əkinçilikdir. Yəni elə fikirləşirlər ki, ən də elədir də. Bölgədəsənsə, bölgədə başqa iş də yoxdur. Artıq bir situasiya yaranıb. Mən çox təəssüfləndirici. Gəncəyə rayon deyirlər. Gəncənin şəhərin mərkəz olaraq şəhər infrastrukturu, yəni Teymur Ləngin Gəncə şəhərinə daxil olmasını və yaxud Xəmsədə Nizami onu İskəndərin Bərdə şəhərinə yaxınlaşmasını, Beyləqanın yandırılmasını, yəni tarix 1100-cü ildən danışır bizə ki, yəni bizim belə şəhərlərimiz var. Amma bugünkü gündə Gəncə şəhər rayon deyirlər. Ümumiyyətlə indi yanaşma belədir ki, Bakıdan gedirsə, hara gedirsən rayona? Yəni filan şəhərə gedirəm deyilmir. Çünki Bakı şəhərdir, ətraf rayon. Amma hər şey burdadır. Hər şey burdadır. Birinci biz beyinləri yumalıyıq. Bizim birinci beyinləri bu sözü, bu infrastrukturu yanaşmalı dəyişməliyik ki, qardaş, mənim evim var, qaz var, işıq var, işim var, hər şəraitim var. Mən bugünkü gündə necə ki, Bakıda evi olan adama təklif eləsən ki, hansı bir şəhərə gedək yaşa, deyəcək mənim orada nə işim var? Şəraitim burdadır. Şəraitim burada. O şəraiti biz orada yaratsaq və biz heç bir vətəndaşa deyə bilmərik ki, mənim sənin 5 maşının var, 6-cını alma. Yəni bu dövlətin iqtisadi gücüdür. Onun vətəndaşının iqtisadi imkanlarının artması. Mən vətəndaşıma iqtisadi gücünü artırmağa kömək edirəm, şərait yaradıram. Amma nəqliyyat infrastrukturunda bu uzlaşmır, bu məsələ. Bu tempdə gedən məsələ uzlaşmır. Məncə bu tıxac məsələsinə qaydaq əsas mövzumuza da, regional iqtisadi inkişafında danışdıq. Və əsas mövzumuzun həll olan tərəfi də var, mədəniyyət məsələsi. Mədəniyyət. Beyinlərin bir də qısa müddətli həll yolu var da. Məncə tıxac məsələsini məsələn regionları inkişaf etdirək, nə bilim paytaxtı köçürək, universitetləri çıxardaq şəhərdən. Böyük şəhərlərin yanaşması odur ki, bu hadisə birinci dəfə deyil. Bakının başına gəlir. Məsələn 60-cı, 70-ci illərdə Avropanın paytaxt şəhərləri bizim bu yaşadığımız problemi yaşayıblar. Elə radikal qərarlar olub ki, məsələn şəhər mərkəzinə ümumiyyətlə giriş indi də var. Məsələn Parisdə şəhər mərkəzinə giriş pulludur. Nə bilim Romada hətta olub ki, ümumiyyətlə buraxılmayıb. Yəni bizdə də var. Radikal qərarlar. Bizdə də həmin elementlərdən istifadə olunur. Var. Amma bu nə qədər effektivdir? Məsələn, avtobus zolaqlarını bayaq vurğuladım. Deyək ki, indi şəhərin mərkəzi hissələrində velosiped zolaqları çəkilir. Yəni velosiped zolağı Bakı üçün nə qədər rentabelli bir şeydir. Nəzərə alaq nəyi? Bakıda ilin 9 ayı, yay fəslinə çıxsaq, hava qeyri-müəyyəndir. Yağış, külək. Digər bir tərəfdən Bakının relyefi var. Yəni Bakı düzən ərazidə yerləşmir. Siz qeyd elədiniz, dağ ətəyi də daha çox bizdə, çünki relyef qətiyyən düz deyil. İndi biz bir mentalitet olaraq bu insanların beyninə otuzdurmalıyıq ki, velosiped nəqliyyat növüdür. 2. Uyğun olmayan relyefimizdə sən sürməlisən. 3. Uyğun olmayan iqlim şəraitində sürməlisən və bundan ötürü bu qədər xərc çəkilir, velosiped zolağı salınır və burada da indi baxırıq da, yəni nə qədər velosiped sürən var ki.
Yəni var ya, amma o qədər də çox deyil də. Mən sizin sözünün qüvvəti velosiped zolaqları ilə bağlı 2 il bundan öncə qərarlar belə qəbul olunanda bir neçə şirkətlə velosiped satışı şirkəti ilə belə bir aksiya kimi təşkil etmək istədik ki, velosiped insanlarımızı velosiped sürməyə dəvət edək. Yəni pulsuz gəl qoşul bizə velosiped sürək. Vaxtı təyin etdik. Hava elə bir küləkli oldu ki, yəni heç cür velosiped sürmək olmazdı da, adamı çırpardı yolla, maşına. Sonra vaxtı dəyişdik. 2-3 gün sonra yağış yağdı. Ondan sonra elə bir vaxt oldu ki, yəni gələn olmadı. Dedilər ki, belədir də. Yəni dedi ki, sən təyin elədik, yəni 3 dəfə gəlmişik, olmur. Mənim işim gücüm var, elə sən nə vaxt çağırsan mən gələcəm ora. Bəs mənim işim yəni könüllülərdən gedir. Hələ bunu könüllü idi. Yəni velosiped sürmək istəyənlər gəlirdi. Siz təsəvvür edin, yəni buna iqlimi, yəni yeni qurulan vaxtda, yəni baxdı ki, iqlim buna imkan vermir. Əgər bu gün biz qar yağan yolu təmizləyib velosiped zolağının üzərinə atırıqsa, orada velosiped sürülməyəcək. Bu bir mənalı olaraq. Və qar təmizləyən maşınlar qarı təmizləyirdi, atırdı velosiped zolağını. Yəni bu beyinlərdə bu adam bunu düşünür və onda dayanıqlı deyil. Ona görə də və yaxud bulvar ərazisinə, bulvar dənizkənarı, milli park ərazisinə, paralel küçələrdə velosiped zolağı nə effekt verəcək? Sürən adam bulvarın daxilində, nə bilim, milli parkın daxilində boş təxminən 8 kilometrə yaxın bizim milli parkın ərazisi var. Yəni Bayıldan, yəni içəri Ağşəhərə qədər olan məsafədə, Zəfər parkına qədər olan məsafədə. Yəni böyük bir kilometrajdır. Yəni orada sürən bir küçəni bağlayıb təxminən 1 metr, 1 metr 20 sm velosiped zolağı çəkilirsə, bu hansı effekti verəcək? Yəni heç kəs risk edib təxminən saatda 60-70 kilometr magistral deyək də, o küçə artıq küçə stansiyasından çıxıb magistraldır. O magistralın kənarında velosiped sürməz. Halbuki ki, 5 metr aralıqda yaxşı boşluq ərazi var. Məsəl üçün Hollandiyada velosiped zibilliyi var. Məsələn, necə maşın utilizasiya mərkəzi var. Ölxanası. Orada da eynən velosiped. Çünki velosiped o qədər çoxdur ki, yəni insanlar bir müddət sonra yanaşma elə olur bu da. Yəni bizdə heç vaxt deyilmir bax, kişinin tutaq ki, velosiped olmalı. Bizdə deyə bilərəm, kişinin atı olar. Atı olar. Yəni o velosiped yolu yerinə at yolu çəksələr, bir dənə at alıb gedəcək. Odur. Yəni o mental düşüncə var. O genetik insanların şuuraltı yönəlir insanlara. Və biz indi siz dediksə mənim gözümün önünə gəlir, tarixi süjetlərə, tarixi kinolara baxsaq, velosipedlə çəkilən nə qədər kinomuz var bizim? Heç. Bəlkə də yoxdur. Doğrudan təbliğ eləməmişik də bunu. Yəni bu bizdə olmayıb bizə gəlməyib. Amma xaricdə kifayət qədər çox. Kifayət qədər adi vaqonlara falan vaqonları var, adi səssiz qısa metrajlı filmlərin hansı birinə baxsaq, indi aktyorların adını çəkmək istəmirəm. Dünyaca məşhur olan, dünyasını dəyişən aktyorlar var ki, hansı ki 40-cı ildən 30-cu ildən səssiz kinodan gedir söhbət. Çəkilib velosipedlə gəlir onu. Amma bizim kinolarımızın nələr, hansılarında var? Yəni desək barmaqla sayılan bir-iki filmdə ola bilər. Biri məsəl üçün bizim Cəbiş müəllimdədir və yaxud Pastelyon məktub aparır, oradadır. Yəni müharibə xarakterli bir-iki sujet xətti kimi. Yəni bir adi personaj kimi də, sujet xətti personaj kimi gəlib orada, yəni kinoda baxanda gəlib keçir. Amma yoxdur. O artıq bizdə yəni qədimdən yoxdur da bu velosiped məsələsi. Amma bizdə olmalı olan mədəniyyətlər var ki, təəssüf ki, onlar da yoxdur. Məsəl üçün sürücü mədəniyyəti yoxdur bizdə. Bunu mən nəyə görə deyirəm? Məsələn, bunun qanunvericilikdə cəriməsi nədir bilmirəm. İndi siz onu daha yaxşı bilərsiniz. Deməli 3 zolağı eləyirik 5 zolaq. Avtomobil sürəci. Yəni biri soldan gəlir, biri sağdan gəlir. Deməli zolaqlar düzgün qurulmayıb da. Bax bunun səbəbi nədir? Biz niyə 5 zolağı 6 zolaq eləyirik, 4 zolağı 7 zolaq eləyirik? Yəni bilirsiniz necədir? Yəni əgər bir zolaqda, bir hərəkət hissəsində, zolaq demir, hərəkət hissəsində eyni istiqamət üzrə bir neçə avtomobil yana gedirsə, böyür-böyrə gedirsə, deməli burada zolaqlar düzgün təşkil olunmuyor. Və yaxud avtobus zolaqlarına da aiddir bilim. Yol tapılmır, yer yox. Avtobusun ən azı, yəni 2 avtobus böyür-böyrə gedəcək bir avtobus zolağı çəkilir.
Halbuki ki, oradan kifayət qədər az avtobus gedir. Yəni bu belə kimi deməli infrastrukturun qurulmasında yanlışlıqlar. Yox, amma bu bəzən təhlükə yaradır. Məsələn, Bakı-Sumqayıt yolunu götürək. Bəli. Hər səhər və ya hər axşam eyni mənzərədir. Məsələn, orada neçə zolaqdır? 4 zolaqdır. 4-6. 4. Məsələn, o 4 zolaqda hər kəs öz zolağı ilə getmir. Məsələn, mən sol zolaqdayamsa tutaq, sonuncu zolaqda, mən tam bardyorun yanındayam və bir nəfər də artıq o sol zolağa girib, o ağ qırıq xəttin üstü ilə gedir. Və belə deyim də, yan şüşələr arasında məsafə budur. Bu riskdir və bu da öz növbəsində bir hadisə olanda tıxaca səbəb olur. Məsələn, biri bir yüngül vurur ya hansısa bir yandan cızır və salam. İkisi də dayandı, artıq 2 zolaq zəbt olundu. Bakı-Sumqayıt yolu ilə dedikdə, indi biz bayaqdan indi sözü qoyum, sözə keçim. Bu sistemdə, yəni sürücülərin mədəniyyət məsələsinə gəlirdi, mədəniyyət məsələsinə. Mən bunu daha çox mədəniyyətlə yox, yəni mədəniyyətlə düzdür bağlı ola bilər, amma tam olaraq qaydaları bilməməklə yəni bağlayıram. Misal üçün bir adam yəni nə qədər mədəni olsa da belə, yəni mədəniyyətsiz olsa da belə, ən azından yəni bu adamın xəbəri olmalıdır ki, dönmə işığından necə istifadə edim. Yəni sağı yandırım, sola gedim və yaxud işıqforun bir yaşıl işığına, qırmızı işığın təxminən döyünməsinə bir 4-5 saniyə qalıb arxada olan 7-ci avtomobil işıq siqnalından, səs siqnalından istifadə edir ki, sür. Halbuki ki, o adam birinci maşın tərpənsə, qırmızıdan keçsə, yəni fərq yoxdur. Birinci 10-cu saniyədə keç, istəyirsən 5-ci saniyədə keç. Yəni təkərlər fırlandısa, kamera avtomatik olaraq avtomatik sistemdə qırmızıya düşmüş kimi olur. 60 manat 3 bal. Və nə baş verir? Vətəndaş deyir ki, mən dayanmışdım, qırmızıya düşdüm. Bu nədir? Nə qədər psixoloji bir vəziyyət yaradır insanları və yaxud yəni icazə verilən sürət 90 km/saatdır, 60 ilə gedir. 60 ilə olan yerdə 120 ilə gedir. Yəni çox qəribədir. Bu anlamır. Elə nişanlar da var. Mən bunu vurğulamışam və analiz etmişəm ki, onlar qan nişanlarıdır. Yəni hansı ki onlar qan bahasına olur. Məsələn, bir döngəyə qoyulub 60 km/saat. Biri gəlir 120 ilə gələn adam avtomatik olaraq maşını birinci aşırtmalıdır, professional olmayan, professional biraz olan çırpmalıdır harasa. Yəni qəzasız mümkün deyil. Və o qədər orada hadisə baş verir. Artıq insanlar deyir ki, yanında oturan deyir ki, biraz sürəti azalt, qarşıda 60 ilə get. Çünki pavarotu var, kəsə bilmərsən. Harasa toqquşarsan. Yol mənimdir deyənlər. Amma o yol mənimdir deyənlərin təfəkkürü də odur. Mən bir neçə dəfə, yəni bunu digər müsahibələrdə də qeyd etmişəm, heç bir kəsin yolu yoxdur. Müəyyən istiqamət üzrə yol üstünlüyü var və nişanlarla və digər vasitələrlə, nizamlanan və nizamlanmayan texniki vasitələrlə, istər vətəndaşla, yəni yol polisi olsun, o istiqamət üzrə bir üstünlüyə malik olur ki, qeyd olunur ki, yəni sən birinci keç, eybi yoxdur. Məmməd birinci keçməsin, ikinci keçsin. Zəiflik kimi görürlər. Amma bu da nəyə bağlıdır? Yəni özünə arxayınçılıq, özünə vurğunluq, şəxsiyyətə pərəstişlik. Yəni mən bahalı maşın sürürəmsə, yəni hamı çəkilsin, mən keçim. Və yaxud mən hər hansı bir tanınmış şəxsəm və yaxud hər bir şəxsəm, X şəxsəm, mənə etməlidir. Niyə? Əgər mən cərimə olunuramsa, 2 avtomobildir. 2 avtomobil VAZ 2103 də 60 manat, yəni radara düşəndə cəriməsi eynidir. Mən niyə görə sən yoldan çıxmalıyam, sən getməlisən? Kamikadzelər var. Heydər Əliyev prospektində, Abbas Mirzə Şərifzadədə. Terrorçular, hə. 2 gün əvvəl məsəl üçün o sürücü də vardı, ağlayırdı. Görürsən. Taksi sürücü. Taksi deyildi, yox. Yox, o Şərifzadə küçəsində baş vermişdi. Taksi birində baxdım, ağlayırdı. Maşın əzildiyinə görə. Bu birində amma yox, piyadanı vurmuşdu, piyada ölmüşdü.
Həmin sürücü də ağlayırdı. Ümumiyyətlə bizdə statistik olaraq bəlkə bir araşdırma aparsalar, məlum olur ki, insanlar ən çox yolda ölür. Yəni olduqca Azərbaycanda yollar təhlükəlidir. Bir də xaricdə praktika necədir? Yəni sürücü haqlı olan ölkə varmı? Bizdə biraz belə bir əfsanə yayılıb ki, istənilən halda əgər sürücü sürət həddini aşmayıbsa da belə, piyada keçidini gözləyib, amma piyada keçidindən bir 100 metr irəlidə olub hadisə və sürücünün heç bir günahı yoxdur. Sürət həddi normal olub, piyada keçidindən 100 metr sonra olub, bütün qaydalara riayət edilib, amma uşaq da qaçıb bunun qabağına. Yəni onu nizamlaya bilməyib. Yəni burada artıq qanunvericilik nə deyir? Yəni sürücülər ağlayacaq həddə gələ bilər, qorxurlar bu məsələdə. Qorxur niyə? Çünki yəni piyada öldüsə səni tutacaq. Səni tutacaqlar. Ya bu necə olur xaricdə? Necə həll edilir? Hər hansı bir hadisə zamanı yəni sürücünün yox, yəni hadisə anında şəxsin fizionomi durumu, onun psixoloji vəziyyəti nəzərə alınsın məhkəmə prosesində və alınmalıdır əslində. Xarici ölkələrdə əgər spirtli içki qəbul edibsə, narkotik vasitənin təsirində olub şəxsə, ekspertizanın rəyindən asılı olaraq, yəni elə vaxt o ki, Rusiya Federasiyasında, digər Avropa ölkələrində daha çox məhkəmə zalından sürücü azad olunur. Və Azərbaycanda mən bunu xüsusən qeyd etdim ki, nəqliyyat infrastrukturunun xüsusən qurulduğu və Koroğlu metro stansiyasının yaxınlığında geniş bir yol şəbəkəsi inşa olundu, körpü tunel inşa olundu. Nə baş verdi? Gözəl, yaraşıqlı, memarlıq subyekti olan bir körpü inşa oldu. İnsanlar çıxdı özünü oradan atdı. İntihar körpüsü oldu. Və dövlət neynədi? Daxili İşlər Naziri bir əməkdaş ayırdı, mühafizə polisi hal-hazırda da xidmət aparır. Yəni infrastruktur nədən ötürü qurulmuşdu? Yoldan ötürü qurulmuşdu, amma özlərini öldürdülər. Neçə nəfər yoldan aşağıdan keçən avtomobilin üstünə aşdı. Yəni özünü tulladı aşağı. Bu kimi hallar ölümə, riskə bərabər atılan hadisələr və çox da mənfi, yəni vətəndaşlara ümumiyyətlə şəxsin özünə yox, onun ailəsinə, yaxınlarına və biz təsəvvür edirik ki, yol keçirik. Gələcəkdə dəyişilə bilər də bu qaydalar. Mütləq mən bu yaxınlar və ya gələcəkdə bununla bağlı nüanslar qeyd olunmalıdır və mən inanıram ki, olacaq da. Çünki hər kəs özünü ölmək istəyirsə, ən ucuz ölümü və kimisə bədbəxt etməməlidir. O əgər intihar etmək istəyən şəxs qarşısına intihar qoyubsa, məsələn, tokda da özünü verə bilər və ya suda da ata bilər və digərdə, yəni qatarın altına da ata bilər. Amma digər insanların cəmiyyətə zərər vuracaq bir addım atmamalıdır. Bizə sosial mediada bir nəfər yazmışdı sual. O sual belə idi ki, neçə yaşına qədər uşaqlar arxa oturacaqda xüsusi uşaq oturacağında oturmalılar. 12 yaş. 12 yaşdan. Bu fərqi yoxdur da, ön də olur. Ön 12 yaşdan yuxarıdır. 12 yaşdan yuxarıdır, amma az olanlar xüsusi olaraq arxa oturacaqda, yəni xüsusi bir stollar var, oturacaqlar var daha doğrusu ki, mütləq orada uşaq əyləşməlidir. 12 yaşına qədər. 12 yaşına qədər. Burada boy, çəki falan fərqləri varmı? Artıq o yəni oturacaq alınan zaman orada qeyd olunur. Boy yox, boyda belə bir məsələ var ki, yəni belə deyək, məsələn, uşağın 18 yaşı var. 18 yaşı? Yox, 8. Aha. İnkişafı məsəl üçün öz yaşlarından biraz fərqlidir. Məsələn, çəkisində fərq var. O artıq alınan oturacağı hansı ki alınır. Ora yerləşmirsə. Yox, alınanda məsələn oturacağı almağa gəlir. Mən satıram oturacağı. Mən soruşuram ki, qardaş, evladınızın neçə yaşı var? Və o həndəsi ölçülər, məsəl üçün 5 yaşında, 3 yaşında uşağın həndəsi ölçüsü ilə 9-da oxuyan uşağın fərqi var. Yəni ona görə həndəsi ölçülərinə görə onun bir standartı yoxdur əslində. Və cəriməsi nə qədərdir? Uşağın cəriməsi. Yəni əgər o oturacaq orada qabaqda oturubsa, yox, qabaq, arxada. Arxada oturub 12 yaşından aşağıdır, oturacaq da yoxdur. Yox, belə deyək də, qanunvericiliyimizdə nəzərdə tutulub, amma statistik rəqəmlərdə yəni cərimə, kimisə cərimələnməsi yoxdur. Yəni hər şey amma qanunvericilikdə var. Qanunvericilikdə bəli var. Bu köhnə qanunvericilikdə 40 manat nəzərdə tutulmuşdu, sonra 60 manat nəzərdə tutuldu, amma statistik göstəricilərdə arxa oturacaqda oturmayıb deyə uşağın cərimələnməsi yoxdur. Çalışaq ki, nə biz cərimələnək, nə vətəndaşlar cərimələnsin. Mən ümid eləyirəm ki, buradan da kimlərsə bəlkə yeni bir qaydaları öyrəndi, nə bilim,
kimlərsə bəlkə şəhərlərdə təkliflər verəcək ki, biz də tıxaca düşməməyin yollarını oradan tapa biləcəyik. Əlbəttə ki, Bakının ən böyük dərdi tıxacdır. Dərdini deməyən də dərman tapa bilməz. Biz indi dərdimizi dedik. Dərdimizi dedik, dərmanı taparıq inşallah. İnşallah. Bu günlük bu qədər. Bu Sağ verilişdən olasın bu qədər. bəy. Sağ ol. Sağ olun, mən də təşəkkür edirəm.